Ukrayna Müdafiə Qüvvələrinin Engels aerodromuna indirdiyi zərbə nəticəsində 96 rus raketi məhv edilib. Hücum martın 20-sinə keçən gecə baş verib. Bu barədə RBK Ukrayna Silahlı Qüvvələrinin baş qərargahına istinadən məlumat yayıb. Dəqiqləşdirilmiş məlumata görə 20 mart 2025-ci ildə Ukrayna Müdafiə Qüvvələrinin Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Engels 2 aerodromuna indirdiyi zərbə nəticəsində düşmən 96 hava bazalı qanadlı raket itirib. Xüsusilə bu təkrar partlayışların nəticəsində baş verib deyə hesabatda deyilir. Baş qərargahın məlumatına əsasən məhv edilən raketlərin sayı Rusiyanın mart-aprel aylarında həyata keçirmək istədiyi 3 raket zərbəsi üçün nəzərdə tutulmuşdu. Bundan əlavə Rusiyanın aviasiya yanacaq anbarlarına endirilən zərbələr böyük ehtiyatların məhv olmasına səbəb olub. Bu da düşmənin döyüş əməliyyatlarını dəstəkləmək imkanlarına mənfi təsir göstərib. Xatırladaq ki, martın 20-sinə keçən gecə Rusiyanın Saratov vilayətində yerləşən Engels aerodromu ərazisində güclü partlayışlar baş verib və böyük yanğın qeydə alınıb. Ruslar hücumdan narahat olduqlarını bildiriblər. Sosial şəbəkələrdə silah anbarının vurulduğu və bölgədə partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb. Preventiv Tədbirlər Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Engels aerodromuna hücumdan sonra Ruslar X-101 tipli hava yer qanadlı raketləri də daxil olmaqla çox sayda raket itirib.